Bu Baku imtahanından çıxdıq. İlkin təəssüratları danışmaq istəyirəm. İmtahandan çıxanda vəziyyət yaxşı idi. Əslində riyaziyyatı çox aşağı, fizikaydan kimyanı isə çox yaxşı gözləyirdim imtahandan çıxanda. Amma indi gəldim, demək olar yoxladım. İmtahandan sadəcə 1 saat yarım keçib, indi yoxladıqlarımı hamısını yoxlamışam demək olar. Nəticəmi demək istəyirəm ən əvvəldə. Riyaziyyatdan ümumiyyətlə riyaziyyatda vəziyyət pis deyil, ən əvvəldə onu deyim. Riyaziyyatda bir dənə sualda yazmadım, qapalılardan piramida sualı. Piramida sualını mən çox baxdım o suala. Mənim bir 20 dəqiqə vaxtım getdi o suala. Həqiqətən çox vaxtım getdi o sualda. Demək, o sualda mən sadəcə hündürlüyün düşdüyü nöqtəni daxil çəkilmiş çevirən radius kimi götürmüşəm. Ona görə də getdi də, ağlıma gəlmədi, o xarici olmalıdır Hüseyn, xarici, mən o qədər baxanda xarici olmalıdır, gəlmədi. O da o sualı boş saxlatdım, gördüm alınmır da, neyniyim. Ondan sonra riyaziyyatdan növbəti bu sual, funksiya bu sualı. Burada asılları yazdım, nöqtələrə yerlədim, sonra hamısını yerinə qoydum. Çox böyük də vaxt getdi yenə də bu sualda, həddindən çox vaxt getdi. Yenə də burada bu 15 dəqiqə vaxt getdi. Amma nəticədə yenə də cavabı tapanda gördüm mənfi ədəddir. Mənfi ədəddə açığın cavabı ola bilməz. Məyus oldum, vaxt da yox idi, daha təzədən baxım o sualdan, öyle bu sual da getdi. Riyaziyyatdan sonuncu sualda ehtimal sualı idi, vaxtım çatmadı, tam səmimi. Riyaziyyatdan 27 düz gözləyirəm. Ümumi ən çətini riyaziyyat idi bu 3 dənə fəndən. Çox əndirəvadi suallar var idi. Hə, belə imtahan çox dəhşətli idimi? Xeyr, yəni imtahan standart blok tipli suallar idi. Yəni bu səfər haqsızlıq yox idi, bunu deyim. Riyaziyyat nisbətən çətin idi. Orta çətin, çətinə yaxın belə bir şey, amma çox belə dəhşət, wow çətin, wow asan da deyildi. Elə sualları var idi, çox asan idi. Elə sualları da vardı, çox çətin idi. Yəni çətini çox çətin idi. Amma məsələn ehtimal sualı mən çətin deyərəm. Yəni belə. İsbat sualı normal idi. Digər o hündürlük sualı oxşarlıq sualı idi. Silindirdən oxşarlığın əlaqəsi idi. Yəni ümumilikdə vəziyyət çox pis deyil riyaziyyatdan belə. Ondan sonra gəldik fizikaya. Fizika çıxanda 30 gözləyirdim. Gəldim, yoxladım. Ta son saniyələrə qədər yenə də 30 gözləyirdim. Çox xırda səhv eləmişəm bu sualda. Ampermetrin göstərişi. Asan sualdır, çox asan sualdır. Mən dedim, burada 2 amperdir, buradan da 2 amper parçalanmalıdır. 2-2-4 yazdım. Amma sən də burada müqavimətləri mən necə nəzərə almalıyım, necə mən yadıma gəlməyib, burada bilmirəm. Yəni burada 1-in 2-yə çəkir, 2-nin 1 olmalıdır, 2 üstə 1 3 olmalıdır. Çox asan sualdır. Bir bu səhvdir. Açıq sualda deyə səhv düz aparmır. Bir də beta parçalanma zamanı. Yəni buna aydın da sual seçmişəm mən. Bilmirəm. Bu beta parçalanma y-1 0-dır, onu bilirəm. Prosta mən bunu parçalanmadı deyə sol tərəfdə yazdım. Sol tərəfdə. Akaz və sağ tərəfdə olmalıymış. Yəni orada da cavab çıxır 1-3 deyəsən. 1-4 yazmışam. 1-2-də. Hə, getdi. Yəni fizikanın çətinlik səviyyəsi orta çətin suallardır. Yox, çətin deməyim, orta suallar idi. Fizika yəni nisbətən. Yazmayalardı 30. Bəli, yəni fizika 30 yazanlar zaten çox olacaq. Çünki fizika həqiqətən yazmaq olardı. Qaldı ki, bu 3 dənə açıq suala hər üçü yazıla bilən suallar idi. Bunlar topluda çox suallar var. Yəni 2 asan idi. Yəni orta idi. Çətin deyildi, asan da deyildi. Fizika yazılası suallar idi. Gəldik kimyaya. Kimyaya da çıxanda 30 gözlədiyim idi. Hər şey qaydasındaydı. Yoxladım zaten YouTube'dan 19 dəqiqə izah veriblər buna. Çox asan idi. Mən də 20 dəqiqə, 25 dəqiqə yazdım. Hər şey qaydasında. Bir dənə yenə də burada göz muncuğu olmalıdır da. H2O üstə xlor 2. Burada mən 1-3-4 yazdım. Ondan sonra bu xlorlu su alınır da, mən bunu 1-3-4 yazmışdım da. Dedim, bəlkə burada o temperaturda reaksiya var ya, H-xlor, H-xlor O3 üstə H2O. Dedim, bəlkə xlorlu su o idi. Yəni xlorat alınan da. Çünki orada su da var axı yanında. Dedim, xlorlu su bəlkə bu idi, xlorlu su bu deyil. Ona görə 1-i qaraladım orada. Yazdım 3-4, cavab çıxdı 1-3-4. Qalan kimyada da elə bilirəm səhv yoxdur. 29 kimya, 28 fizika, 27 riyaziyyat. Ümumi gözlədiyim bal 360-dan yuxarıdır. Yəni, çox məndən soruşacaqlar zaten. Ona görə ümumi video çəkdim. İmtahanın orta səviyyəsi standart blok sualları idi. Blok tipli suallar idi. Çox dəhşət deyildi, çox asan deyildi. 3 saatı çatdırmaq olardı mı? Bəli, olardı. Yenə də mən çatdıra bilmədim, amma yəni yazan uşaqlar olacaqlar. Yəni ideal imtahan idi məncə. Yazmaq olardı. Yazmaq olar. Səndə də qəhrəman necədir? Bir də qısa vəziyyət deyin hə? Məndə vəziyyət yaxşıdır. Sən elə dedi riyaziyyatla fizika. Mən informatika yönümlüyəm. İnformatikada yazıla bilən suallar idi. Yəni axırıncı 3 sualda asan sual idi. Yazmaq olardı. Belə. İnformatikanın qəhrəman dedi. Yəni mən də yenə də bir əlavə hər sual haqqında fikir bildirmədim. Ancaq kimyanın son 3 açıq sualı asan idi. Yəni mən qınamayın asan, yaza bilməyənlər qınamasın, amma həqiqətən asan idi. Asan idi. Ümumiyyətlə kimya asan idi dostlar. Birinci qrup bəlkə də, yəni ümumiyyətlə birinci qrupa kimya asan düşür. Bu yenə də asan idi. 100 ballıq asan idi.
ki fizika səviyyəsindən asan idi. 150 bal verən fizika, yəni normalda biz çətin gözləyirdik, amma fizikanı yazmaq olardı. Fizika belə, riyaziyyat da ki, digərlərinə nisbətən biraz ağır, amma yenə də yazıla bilən suallar idi. Bir fənd zaten ağır olur. Hə, o da riyaziyyat idi bu imtahanda. Belə, təşəkkür edirik. İzləyin, səhifəni takip eləyin. Daha çox videoların gəlməsi üçün izləmədə qalın. Təşəkkürlər.